Axşam dedim ki uşaqlara neynim? Toyuq var idi evdə. Toyuğu doğradım, kartoşka da soydum. Fikirləşdim ki, bunları qəşəng ədviyyatlayım və ən rahat üsul duxovkaya qoyum. Mən duxovkaya qoyanda həqiqətən əlimə nə keçirsə vururam ədviyyatlardan. Duz, istiot, qırmızı paprika, daha sonra mayonez. Mayonezin artıq dibində qalıb. Nə var? Onu vuracağım. Mayonez. Mayonez vurduqdan sonra hardasa bir xörək qaşığı qatıq. Qatıq həqiqətən çox yumuşaq eləyir, ləzzətli eləyir. Daha sonra biraz alça turşusu vuracağım. Çox yox, biraz. Çox da vuranda rəngi qara olur sanki pişəndə. Çox az da tomat vuracağım. Və biraz da duru yağ əlavə eləyəcəm. Yaxşıca qarışdıracağım. Əslində yağlı kağızım olsaydı, yağlı kağızı isladıb və üzərinə qoyanda toyuq qurumur. Yəni necə deyim, ruslar deyir ki, soçla bişir. Heyf ki, yoxdur. Ona görə də çalışacağam elə bişirim ki, toyuğumuz qurumasın. Və getdi 200 dərəcədə alt-üst rejimdə sobamıza. Toyuq bişirəndə hansı toyuq bəyənirsiniz? Yəni indi hansı şirkətin toyuq məhsulunu bəyənirsiniz? Mən son vaxtlarda sadəcə demək olar ki, bir şirkətin toyuğunu alıram. O pis deyil. Siz hansı toyuq işlədirsiniz? Hansı firmanın toyuğunu işlədirsiniz? Adını yazın rəylərdə.